xanım, qızlar sizi birinci dəfədə yaxından görür də, buradakı qızlar. Və biz sizin haqqınızda o qədər danışmışıq, o qədər məlumat vermişik ki, istəyirlər ki, siz özünüz canlı-canlı deyəsiniz ki, siz necə gəlmişsiniz fabrikə, necə işləmişsiniz, necə uğur qazanmışsınız. Məni də qonşum çağırıb, mənim qonşum çağırıb, deyir ki, gəldim. Gəldim, yazıldım. Həm də məni başa salmadı ki, onu biznes qurmaq olar. Mən elə bilirəm, getdim, malı gətirdim, ona bura özüm də işlətdim. Elə belə mən 10 il itirmişəm, 10 il. Bax, onu nəyə görə sizə danışıram ki, siz biləsiniz ki, bax, kimi görmüşsünüz, kiminlə danışmışsınız, kimə nəyəsə vermişsiniz, mütləq ona başa salmalısınız, burada birə biznesini qurmaq olar. Mən 11 il itirmişəm. 11 il itirəndən sonra pensiyaya çıxmışam. Düzdür, pensiyam balanca idi. Başladım, gedim, onun bunun evini yığışdırdım. Öyle, belə. Axırda yol gəlirəm avtobusda. Bir nəfər cavan qız yaxınlaşıb mənə deyir ki, görürəm ki, siz kosmetika işlədirsiniz. Gəlin, mən sizi fabrikə yazdırım. Deyirəm, ay qızım, mən çoxdandan yazılmışam. Bəs deyir, niyə biznes qurmursunuz? Deyirəm, mənə heç kim demədi, mən bilmirəm nədir. Biznes qurmaq, heç bilmirəm nədir. Deyir ki, onda, bax, bizdə ofis açılıb, təzə ofis. Gəlin yanıma, bax, sabah adresi də verib, hara getməliyim. Gəlin yanımıza, kimin qolunun altına yazılmışsınız? Mən də dedim ki, bax, belə, bu insanın qolunun altındayım. Kakraz deyir, o sabah orada direktor olub. Sabah orada dejurn olacaq da. Gəldim, görürüm ki, oturur. Mən də gəldim yanına, deyirəm, vay, biri deyir, vay, sən hardan dedin ki, mən buradayım. Deyirəm, bax, Daşa mənə dedi ki, siz buradasınız, mən də gəldim bura. Oturdum yanında, deyirəm ki, Valentina xanım, bəs mənə niyə demədiniz ki, mən də biznes qura bilərəm? Deyir ki, səndən biznes çıxar. Deyirəm, bəs niyə çıxmaz? Səndən çıxır, məndən çıxmaz. Mənə nə qaşın çıxar? Oturdum, biraz incidim, görürüm ki, orada bir dənə jurnal var idi, belə kitab. Başladım onu ora-bura çevirməyə, bir dənə katalog yox, bir dənə bizdə jurnal belirdi, var idi, danışırdılar da bizdən kosmetika. Açdım onu, gördüm ki, bir nəfər belə yazır ki, deyir ki, mən 48 yaşıma gəldim, çatdım, heç nə qazana bilmədim. Nə var məndə 2 dənə oğuldu, onları ödətdim, daha heç nə. Biznes qura bilmədim, pul da qazana bilmirəm, heç nə. Axırda deyir, bir nəfər gördüm, o mənə dedi ki, bax, qulaq asdı, mən ona nə danışdım, mənə biri qayıdıb belə deyir ki, bax, bildim ki, sən neçə kələm işlədin, başladın ki, ofis yazat, biznes qurasan, əmbə, özünə, kötüyünü hamısını belə eləyirdin. Deyirdin ki, yox, bunu başlayırsan, dedin ki, yox, bu alınmayacaq, yox, bu eləməyəcək, bu olmayacaq, mənə çatmır, mən nə haqq bunu götürmüşəm, nə haqq almışam. Sən deməlisən ki, bax, yaxşıdır, başladın, deməlisən öz-özünə, mən bunu bacaracam, mən işləyəcəm, məndə hər şey alınacaq. Bax, mən də oturdum, onu oxudum, dedim ki, belə deyirsən, yox, beləsən, mən bu ay direktor olacam. Elə də elədim. Direktor oldum, sonra da başladım, deyirəm ki, direktor nədir? Görək oğlum, zat nədir? Çünki hamısı bizim beynimizdə başlayır. Yavaş çıxdım, oğlum brilliant direktordan. İndi də yenə yanmıram, yox, istəmirəm, deyirəm ki, niyə? Gələk mən də gedim, yuxarı da var, valla. Mən də istəyirəm indi yuxarı getməyə. Mən ki istəyirəm, bəs siz nə istəmişsiniz? Siz də istəməlisiniz. Mənim belə sizə sözümdür. Mən danışdım ki, məndə alınıb, səndə də alınıb. Sizə də bundan çox. Bir nəfər bacardısa, deməli, hamı bacara bilər. Hamısı bacara bilər. Düzdürmü ya yox? Düz. Bax, mən elə uzağa niyə gedirəm? Heç valla uzağa getməyək də, Könül məni dəvət edəndə fabrikə, özünüz bilirsiniz ki, mən işləmirdim də, əvvələ fabrikdə olmamışam. Könül məni fabrikə dəvət edəndə, dedim ki, sən al, sənin ehtiyacın vardı, mən sataram, pulunu verərəm sənə. Doğrudan da gətirirdi, bunu verirdi mənə 5 manata, satırdım 8 manata, apar 8 manatında verirdim. Bu da mənə deyirdi ki, yox, sən 3 manat sənindir, deyirəm, mən istəmirəm, sən al, mən sənə satacam da. Sənin ehtiyacın uşaqlar balaca yoldaş da yox idi. Sonra yavaş-yavaş gördüm, həmişə də yox deyirdim də. Deyirdi, yox, sən adı yazdıracam, orada sən işləyərsən. Bir dəfə adımı yazdırdı.
Dedim ki, yaxşı, özümə məhsul alım da, heç bilmirdim necə almaq lazımdır. Bir dəfə malları vurdum, sifariş elədim. Mən 100 bal, gələn bir gündən 100 balla işlədim. Mən də 100 bal. 4 manat maaş gəlirdi, heç bilmirdim, xəbərim də yox ki, mən 4 manat alıram. Dedim, malı vururdum, ödün deyirəm, bu gün məndən az pul çıxdı. Sən demə 4 manatım oradan çıxılırdı, silinirdi. Sonra vaxt keçdi, bir il keçdi, düz bir il 4 manat almışam, heç xəbərim də oldu. Sonra gördüm 34 manat maaş almışam, zəng vurdum sevinə. Dedim, 34 manat mənim maaş gəlib, mal vurmuşam, sifarişimdən pul silinir. Mən qonşuları yazdırmışdım onun üstünə. Hamı yazdırmışdım. Yazdırmışdım, Zülfiyanı yazdırmışdım. Sonra Kərimova Gülara xanımı yazdırmışdım. 58 manat aldım bir dəfə. Dedim ki, bəs 58 manat maaş almışam. 58 manat aldım, sonra bir dəfə yenə düşdüm 30 manata. Dedim, mən niyə 30 manata? O gün 58 almışdım, indi maaşım düşüb. Dedi, bu ay işləməmsən, heç kimi dəvət eləməmsən, heç kimi ecdə satmamışsın. Dedim, özümü alıram da, evə alıram, uşaqları alıram, yoldaşımı alıram. Az qala ağlayırdı qızlar. 58 manatdan düşmüşəm 34 manata, mən niyə 30 manat aldım? 58 almışdım, çox almalıydı mənim maaşım. Dedi, ged işdə al. Bu girdi mənim beynim ki, ged işdə al. Başladım ona deməyə, sumkamı doldurdum, onu apardım. Dedilər, al versi gəldi. Adımı elə qoymuşdular. Sonra yavaş-yavaş bir gündə quru partdı. Maaşım çıxdı 350 manat. İndi sevinə yoldaşıma dedim ki, 350 manat maaş almışam. O da deyirsən, dedi ki, mən sayıda 500 manat verəcəm. Otur evdə səsin çıxmasın. Mən demə, kompüterin ağzını da açma imkan vermirdi doğrudan da. O gələn kimi kompüteri bağlayırdım. Keçirdim işimi gördüm. O gedəndə kompüteri açırdım. Mişkamı tuturdum. Ox yoxa çıxırdı. Həmişə mən bunu deyirəm Quran haqqı. Ox yoxa çıxır. Axşama qədər oturub gözlədim ki, uşaqlar harada işdən, dərsdən gələcəklər. O oxu tapıb verəcəklər ki, mən harası proqrama girəcəm. Yəni kompüteri bilməmişəm. Sonra belə yavaş-yavaş gördüm, maaş artır. Əgər burada maaş gördümsə, gördüm Amerikaya getdim.